Herkese salam. Necəsiz? Nə var, nə yox xanımlar? Halınız, əhvalınız inşallah yaxşısınız. Arada işə çıxıram, bilirsiniz, həftənin 3 gününü, 4 gününü. Bu işə çıxdığım günləri çatdıra bilmirəm bəzən videolar çəkməyə. İşim çox olanda çatdıra bilmirəm. Ona görə videosuz qalırsınız. Bəzən 1-2 gün videosuz qalasınız. Amma evdə olduğum günləri video çəkib paylaşım etməyə çalışacağım. Nəysə, burada su qoymuşam. Bacınız ilk dəfə reyhan kompotu hazırlamaq istəyir. İlk dəfə reyhan kompotu hazırlayacağım. Nə bilim, indi nətər olacaq, görək. Dadını bəyənmişəm. Təbii hazırladığımız olmayıbdı. O bizim tarla firması var, Azərbaycanındır. O firmadan aldım, istifadə etdim. Yəni bir butulkasını aldım, içdim. Mənə xoş gəldi dadı tamı. Amma belə təbii hazırlayıb dadını tamını bilmirəm. Görək, inşallah əlimizi üzümüzə bulaşdırmarıq. Buraları biraz belə yığdım, yığışdırdım. Buralarımız belədir. Dünənlərim Aycan gilə qonaq getmişdik bəbişqosunu görməyə. Bilirsiniz, Aycan artıq ana olubdu. Təzə bəbişqosu olubdu. Allah bütün balaları, körpələri qorusun. İçində də bizimkiləri, sizinkiləri. Getdim, gördüm, biraz oynadım, oturduq, dedik, güldük, çıxdıq, gəldik. Çəkiliş etmədim, daha doğrusu etmək istəmədim. Hələ uşağın 40-ı da çıxmayıbdı. Bilirəm, buna atqaz etməyəcəklər ailə. İntihası gərək insan özü başa düşən ola. Nəysə, irəliyən dəqiqələrdə inşallah paylaşarıq. İndi hərənin bir cür xasiyyəti var. Suyumuz qaynasın. Ondan sonra kompotumuzu hazırlayaq. Biraz çöldə görüləsi işlərim var. O işlərimi görəcəm. Xarıldadı, gürüldadı. Hər yeri sirkələdi. Yalançı yağış yağdı, vardı, getdi. İnanın, bir külək qalıqdı. Bütün toz göyə sovruldu. Yağış da gətirdi, mənim pəncərəmə yapışdırdı. İndi bilmirəm, görünürmü? Elə livasa qoyub. Elə livasa qoyub, pəncərələrim pis gündədir. Baxın, görünür, açıq aydın. İndi bacınız pəncərədə təmizləyəsidir. 1-2 gündür hələ belə həm külək olur, həm yağış olur. Ona görə bugün sabah əlimi vuran deyiləm, rahatlaşsın ondan sonra. Gülümə baxın, bu nə gözəldir. Gəlin gülüdür elə bil, hə? Qəşəngdir, deyilmi? Mənim bu gülüm, bu hələ beləcə durur. Mənim bu gülüm, deyirdim, 2 aydan çoxdur, 3 aya yaxındır, solmur. Artıq solmağa başlayıbdır. İstəyirəm bu solsun, ona görə istəyirəm ki, yarpağı böyümür, görürsünüz, balaca qalır. Bütün gücünü güllərinə verir. O solsun, ondan sonra kəsəcəm belə, bu yarpaqlarını böyütsün. Bu gözəlliyim də açdı. Görün, nə qəşəng, nə gözəl açıbdır. Hələ də qönçələri var üstündə. Bunlar da belə sağlamdır, yaxşı böyüyürlər. Bu da pöhrəmlədir. Qəşəng pöhrəmlədir. Bu da belə, bu demirəm, Aycan vermişdi, demişdim, bitirəcəm bunu, bitirdim də. Bir də şeydir, Aycan bilirəm, mənim yeni gələn izləyicilərimiz soruşacaq ki, kimdir? Aycanı bilənlər bilir, yoldaşımın əmsi qızıdır. Onun toyunu da paylaşmışdım mən burada. Qəşəng, maraqlı toyu keçmişdi. Təzə gələn izləyicilərim üçün məlumat olsun. Suyumuz artıq qaynadı. Burada litr yarım su var. Baxın, bununla bir sudur. İndi reyhanlarımızı ataq. Belə. Buna da bir stəkan pesok vuracağım. Çox şirin olmasın. İstəmirik çox şirin olanda. Bir 2-3 dəqiqə mi deyim, 5 dəqiqə mi deyim, qaynadırdı xanım. Mən də YouTube'da baxdım. Rəngi çıxanatan qaynadırdı. Bir də nəyi soruşum xanımlar? Bunu qış hazırlığı etmisinizmi? Əgər dadını tamına belə təbii olaraq bəyənsəm, fikirləşirəm ki, qış hazırlığı da edəm. İstəyirəm etmək. Xoşum gəlsə. Bir mənə bacınıza məlumat verin, görüm qış hazırlığı etmisinizmi reyhandan. Bir də mən 2 vid reyhan almışdım. Baxın, bu yaşıl olandır, yaşıl rəngli olan. Bu da qara rəngli, iri yarpaqlı olandır. İndi suyuna baxıram, belə mürəkkəb rəng oldu. Görək nə olacaq bu.
Hələlik belə mürəkkəb rəng görünür. Bundan sonradakı limon çıxartmışam. Yarım limon suyu da tökürdü. Rəngi qəşəng roz rəngə bənzəyirdi. Amma o belə qara reyhandan etirdi. Bu indi yaşlı qarışıqdır deyə kompotumuzun rənginə mürəkkəb rəng oldu. Nəysə baxaq. Etap baxarıq görək nə olacaq. Hələ qaynasın. Gözə xoş görünmüş. Həm kompot üçün hazırlayaq pesoqu, həm də qaşıqla qarışdırım, çəngəlməsə bəlkə elə bil ki. Yoxsa hamısı birdən tökülüb yerlə bir olacaq. Bir stəkan da götürüm, hazır qoyum. Baxın, bu stəkanla bir tökmək istəyirəm. Hazır qoyum. Artıq elə bil ki, 3 dəqiqə olar qaynayır. Rəngi də mürəkkəb rəngdir. Bunu da doldurarım. Rəngi təmiz mürəkkəb rəngi oldu bacılar. Belə rəngi oldu. Bu yaşılın rəngidir, yəqin ki, belə çıxan. Məncə kifayətdir, hə? Çox qaynatmayayım. Yolla maşın da keçəndə yeri göy səsi götürür iri maşınları. Məncə kifayətdir. Altını söndürüm. Söndürüm mü, yoxsa söndürürdü mü? Bunu bir otunu yığışdırım. Aramızda qışlıq hazırlayanınız var mı? Bunu. İndi limonu sıxaq. Qəşəng rəng alındı limon. Rəngi rozivləşdi. Qəşəng rəng alındı. Məncə yetər, hə, limon. İsti pesoqunu da töküm, altını söndürüm, qarışdırım. Limonuna baxarım, görüm azlıq etsə yenə artırırım, amma rəngi gözəl rəngi alındır. Rozviləşdi. Deyəsən, başarır bacınız. Deyəsən, qəşəng bir şey çıxardacaq ortaya. İndi bu biraz sərləyəndən sonra xaladenika qoyaram. Qəşəng xaladenik də soyar. Ondan sonra təbii kompot alınır. Bəyənsən bunu yay fəsli tez-tez edəcəm. Həm də reyhan orqanizmə çox xeyirli bir şeydir deyirlər. Bu belə getirib buna tökəcəm. Biraz çox şirin oldu. Elə belə mən kompotu 2 litrlik bankaya 1 stəkan pesoq tökürəm. Bu dəfə litr yarıma 1 stəkan pesoq tökdüm. Dadına baxdım, gördüm, yox. Çox şirindir. Biraz qaynanmış su tökdüm üstünə. Biraz qaynanmış su tökdüm xanımlar. Biraz da qazanın dibində qaldı. Su artırdım ki, şirinisini biraz azaltsın. Baxın, kompotumuz da belə alındı. İndi krışkasını da örtək. Biraz sərnisin, hələ ondan sonra örtərəm. Krışkasını. Ondan sonra xaladenika qoyacağım. Dadını bəyəndim, çox gözəldir. Əlimə sağlıq. Belə dedim.
Bu yerdə qalanı da yenə stəkana tökək. Soğusun, bunun bacınız dadına baxsın. Biraz soğusun, tez soğusun. Rəngi qəşəngdir. Hələ xaladenika qoymaq istəmirəm. İstidir. Qalanını da belə stəkanlara tökdüm. Bir-iki loğma Alixan dadına baxdı, bəyəndi. Amma soyanda daha gözəl alınar məncə. İsti-isti ilə də qəşəng görsənmir. Belə bacılar. Kompotumuzu hazırladıq. İndi qablarımı da silib yerləşdirim. Ondan sonra gedəsi yerim var, demirəm. Gedim o işimi də həll edim. Hər yeri yığdım, yığışdırdım. Yeməyimizi də yedik. Nəyi demək istəyirdim? Mən o reyhan sokundan bir stəkan içdim, bacılar. Mənim halımı biraz pərişan etdi. Maşın gəlir, dayanın. Mən belə danışanda bəzi izləyicilərim deyir ki, çox maraqlı danışırsan. Hələ bu ən az tərəfidir danışdığım sözlərin. Nəysə, mənim halımı pərişan etdi, nətəri? Başım hərləməyə başladı. Bir izləyicim də yazdı ki, davlə ilə aşağı düşürsə də bir stəkan su iç, sırazı qaldıracaq. Tez o axılıma gəldi, qəşəng bir stəkan su içdim. Özümə gələn kimi oldum, amma tam yox. Tam yox. Mən də ki, indi çıxdım evdən. Çöldə görüləsi işim var demirdim. Onu görüb, ondan sonra da oradan bir dənə şokolad da alacağım, Qazaxıstan. O qəşəng qaldırır davləyəni. Həm də getmişkən görüm davləyəm neçədədir. Biraz başım hərlənən kimi olur. İndi bilmirəm, o reyhan soku davləni aşağı salarmı? Bilginiz varsa da bacınıza bir məlumat verərdiniz. Zəhmət olmasa, görək nədir, nə deyil. Demirəm, bir dəfə içmişəm bir butulkada. O da ki, bir stəkan heç içməzdim də. 1 litri bölüşdürdük neçə adama. Amma su içdim, biraz özümə gələn kimi oldum. Alo, tapar, bir şey ver. Günahtır. Stolun üstündəydi. Düşmüşəkdir. Getdim, gəldim xanımlar. Görüləsi işimi gördüm. Demişdim. Yolda aptekə girib davlenamı yoxlayacağım. Davlenamı yoxlatdım. Daha doğrusu baxdıq elədik, qəşəngdir. Yeri yerindədir. Yəni əvvələ baxanda indi şükür. Yaxşıdır davlenam. İndi niyə elə oldum bilmirəm. Mən reyhan sokundan gördüm, amma onu da dəqiq deyə bilmərəm. Bəlkə o etmədi, bəlkə də nədənsə belə halım bir təri oldu. Gəlməyə bayaqdan gəlmişəm, biraz uzandım. İndi bir stəkan bacınız çay içəcək. Biraz da dəmli içirəm. Dəmli içəndə yaxşı olur mənə. Davlə ilə yuxarısı da yaxşı idi, aşağı da ürəkdən hamısı yerində idi. Həncəri yaxşı olub belə. Bilmirəm, bu aralar yeməyimə içməyimə düzgün fikir verirəm. Mənə deyirlər, zobdur səni belə edən. Həm davlə ilə aşağı salır, həm nə bilim saç tökülməsinə. Saç tökülməsi bir məndə olmur, çox adamda var o. Nə bilim, yaxşı olar hər şey. Tavamın içinə baxın nə hala düşüb. Azlet vurmuşdum. Təmiz xarab oldu. Deyirəm biraz da istifadə edim. Ondan sonra dəyişdirərəm. Dünən axşam xanımlar bir yekə qazan dolma etmişdim. Ondan bugün abed də yedik. Dünən axşam da yemişdik. Həm də qonaq getmişdik deyə qalmışdı. İndi istəyirəm o dolmanın yanına belə yüngülvari
Ərişdə bişirəm. Ərişdə vermişdil də belə. Şef povermizdir bu da. Ərişdə bişirəm biraz. Anne, madem süzdün çay. İstersen sayalım süzün. Yani onu mı süzdün yoksa özünüzden süzdünüz? O benim stəkanımda. Hə? Elə bildim bana süzdün deyəcəkdim. Yox, içdim ki mən. Hə, indi istəyirəm bunu qovuram, dəmləyəm xanımlar. Dolma olar, salat edərəm. Reyhanlı zadlı qəşəng salat edərəm. Ərişdəni qovuraram. Hə, bir də sizə nə göstərmək istəyirəm. Qismət belə bir şey zakaz edibdi. 1-2-3 gün olardı zakaz edəli. Bugün gətdilər. Bu xanımlar insanın boğazında nəsə yemək qırıntısıdır, nəfəs borusuna gedəndə oradan hasadlıqla çıxartmaqdan ötəri aparatdır. Düzü mən dedim, neynirsən? Alıb da belə. Alandan sonra, yəni zakaz edəndən sonra düzü dedim ki, neynirsən? Mənə dedi, qoy evdə olsun, ziyanı mı var? Düzü ziyanı yoxdur. Amma Allah heç vaxt, heç kəsin boğazında yemək qırıntısı qoymasın, pis vəziyyətə salmasın. Bax, belə bir şeydir. Belə bu cür. Elə bir ki, bu ağızlıqlardır. Uşaq üçün var, orta razmer var. Baxın, balaca uşaq üçün də var deyəsən. Buraları şarek kimikdir, yumuşaqdır. Baxın, belə. Açın, qoy, belə də göstərim. Baxın, belə bu cürdür. Bu da aparatın özüdür. Bu knopkuyu basırsan, geri sorur. Belə, yəni boğazda nə qalırsa da geri sorur. Evdə olmağın bir ziyanı yoxdur. Düzü, mən biraz nazboz etdim. Neynirsən alıb, dedi, qoy evdə olsun. Amma mən şey istəyirəm. Davlena ölçən aparat istəyirəm. Bir dənə deyirəm, aparat alım. Dursun evdə. Həm qismət tez-tez davlenasını yoxluyur, həm mən yoxluyuram. Olsun deyirəm evdə. İnsan gərək öz-özünə həkim ola. Yəni, özünə baxada belə şeylər, ehtiyatını görə. İndi bunu demirəm, alanda düzü mən biraz naz elədim, amma əslinə qalmış evdə hər şeyin olmalıdır ki, sənin pis vəziyyətə qalmayasan. Hoyuna elə olur, kimsə çata bilmir. Allah uzaq etsin, Allah heç kəsə göstərməsin elə vəziyyətləri. Nə oldu ay bala? Uduzanda gülür. Qəşəng qovuraq. Bu tavamı dəyişəcəm. Dəyişəcəm, amma hələ yox. Yəni, hələlik ayrı işlərimi, güclərimi görürəm. Biraz istifadə edim, ondan sonra dəyişəcəm. Düzü, mən elə bilirəm, ziyandır belə işlətmək. Nə qədər ziyan olsa da, indi hələlik idarə edirəm. Onun, mən qab satılan bazara gedəndə oradan alacağım. Orada buralara baxanda ucuz verilir. Yəni, ucuz satılır. Buralarda çox bahadır. Belə tava kimi şeylər, həm də keyfiyyətlisini istəyirəm. Bu yazığı mən neçə ildə işlətdim? 5 ildir mən bunu işlətdim. 5 ildən sonra bu hala düşdü. Belə qəşəng qovurdum. Bilmirəm, kamerada qızardığı görünür, görünmür. Çox da qaralmasın deyə suyunu vuracağım. Keçən dəfə biraz az su vurmuşdum deyə qəşəng olmamışdı. İndi biraz belə artıq vurdum. İncə çəkəcək bunu canlı. Duzunu da vuraq bir dəfəlik, suyu tam getməsin. Ondan sonra da dəmləyək qəşəng. Başqasını da ötək.
Bunu da çıxartdım. Xaladenikdə idi. Bu qədər qalıbdı. Heyfim gəlir. Ona görə çox yemək etmədim. Elə bunlar olsun dedim. Bundan da qoyaram, ondan da qoyaram. Kimin ürəyi nə istəyir, ondan yeyərlər. Boğuşmayın. Bizimkilər arada boğuşur. Sizdə də var mı elə boğuşma? Ali pesok qabını gət buraya qoy, boş qalıb. O da götürüm. Nə arsan orada? Yerəm. Çəkirsən. Yox. Montaj edirəm mən. Gəlib oturub yeyirsənmi? Hı? Oturub yeyirsənmi? Hı? Hə. Maşallah aşkım, heç sənəndirəmir. Hə, sən çəkirsənmi? Yox, hə, mən prost sadə deyirdim elə. Hə. Yer o salata duz hərrə belə. Biraz duz hərrə. Mən indi oturacağım, siz mənə qulluq edin. Elə hər dəfə mən mi sizə qulluq etməliyəm? Çox tökmə, bir balaca tök. Göstər görüm. Biraz da tök. İndi oradan qaşığı götür. Qəşəng olun, qarışdır bir-birinə. Qızdırma. İndi boğuq muydu? Hə, конечно. Alo, nətər gülüşdə gülüşünə qurban olum. Aynen, belə elə mən vermişəm də töküm yanında 2 dəm dolma. Hə. Nətər ürəyin istəyir elə et. Mən demişəm qalxan deyiləm. Ay malades. Görün xanımlar. Görün qulluq edir. Nə demək istəyirsən indi Nə? izləyicilərimizin körpələrinə? Demək istəyirəm, analarınıza qulluq edin. Analarınız sigdə sizə hə deyəcək. Prosta özünüzü yaxşı aparın, qulluq edin, həm də sevin, qədirlərinizi bilin. Oy, sizə qurban oldum. Allah bütün körpələri qorusun, değil mi? Amin. İçində də sizi, bizi. Belə bacılar. Arada gizli çəkilişlər etdim. Bəzisini bildi. Bəzisini bildi. İndi mən videomu sonlandırmaq istəyirəm. Sağ olun, sağlıqla qalın. Allah əmanət olun. Gecəniz xeyrə qalsın. Kiminsə gecə, kiminsə sabahı elə olsun. Sağ ol balam.